Bura Şəki şəhərində Qaz dairəsindən arkadan düşəndədir. Alt sotda yeni tikilmiş evdir. Arkadan düşəndə deməli döngüyə girəndə ev yolun üstündə yerləşir. Yoldan elə də aralı deyil. Alt sot kvadrat həyət. Həyətin aşağı tərəfdə belə qapıdan deməli girəndə ayaq yolu və sklad kimi belə bir yerdir. Həyətində bəzi meyvə ağacları, gül, çiçək, belə şeyləri var. Bu qarşıda gördüyümüz evdir. Bu hissədə mətbəx üçün nəzərdə tutulub, qazılıb altı padval olmaq üçün, lakin bünövrədə qalıb. Yəni burada mətbəx olmalı idi, altı padval olan bir mətbəx. Evin hər iki tərəfi boşdur, yəni özünün həyətidir. Sağ və sol istiqamətdə. Evin qabaqdan görünüşü. Ev kürsülüdür, havalandırma sistemi qoyulub. Bu havalandırma sistemi, yəni evin altının havalandırması. Evin üstü qabaq tərəf, naves tərəfi dəmir, evin üstü isə şifirdir. Bu evin girəcəyi, girdiyimiz zaman belə balaca bir mətbəxdir. Burada mətbəxdən hamam ayaq yoludur. Burada böyük bir zal. Zaldan da iki otaq var. İki yataq otağı. Bu bir yataq otağıdır. Burada da ikinci yataq otağı.